193 nömrəli tam orta məktəbdə Nərimanov rayonunun fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisi mövzusunda təlim keçirilir. Təlimlər Olimpiya Həmrəyliyi Fondunun dəstəyi, Milli Olimpiya Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən Olimpiya mədəniyyəti və təhsil proqramı OSIP çərçivəsində təşkil olunub. Sessiyamızdır ki, AVEP proqramının təlimini yekunlaşdırmaq üzrəyik. AVEP özlüyündə Olimpiya dəyərlərinin və prinsiplərinin orta məktəblərdə və digər təhsil müəssisələrində həmin dəyərlərin təbliğ olunmasını özündə birləşdirən bir məqsəd daşıyır və təlimlərimizdə bilgilərimizi, Olimpiya dəyərlərini layiqincə tərənnüm etməyə çalışırıq və çalışırıq ki, müəllimlər həmin o dəyərləri, prinsipləri öz məktəblərində də, öz dərs proseslərində də tətbiq etsinlər və beləliklə gənc nəsli daha fiziki hərəkətlərin, idmanın gücündən istifadə edərək daha da sağlam şəkildə, həm mənəvi, həm psixoloji, həm sosial sağlam şəkildə gəncləri cəmiyyətimizə qazandırmaqdan ibarətdir. 2 günlük təlim çox əyləncəli, maraqlı, təkmilləşdirici prosesdə keçdi. Təşəkkür edirəm təlimin təşkili üçün Milli Olimpiya Komitəsinə, təlimçilərimizə təşəkkürümü bildirirəm. Təlimin əsas məqsədi müəllimlərə Olimpiya dəyərlərinin dərslərdə effektiv şəkildə tədrisi ilə bağlı bilik və bacarıqlar qazandırmaqdır. Milli Olimpiya Komitəsi bu dəfə mühüm bir yeniliyə imza atıb. Olimpiya hərəkatının aktual məsələlərindən biri təhlükəsiz idman mövzusu təlim proqramına daxil edilib. Bu modul vasitəsilə müəllimlərə şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin qorunması, idman zamanı zədələrin qarşısının alınması və sağlam mühitin yaradılması ilə bağlı nəzəri biliklər təqdim olunub. Bizim təlimlərimiz dekabr ayından başladı. Özüm də iştirakçı olaraq iştirak elədim və bir çox şeyləri uğur olaraq əldə elədim. Məqsədimiz fiziki tərbiyə müəllimlərinin dərslərdə olan belə deyim, rollu oyunlarda daha çox və aktiv istifadə etməsidir. Bu həmçinin uşaqlarda və fiziki tərbiyə müəllimlərinin uşaqlara olan dostluq, dürüstlük və mükəmməllik təbliğini aparmaqdır. İnşallah ki, məqsədimizi çatarıq. Fəxr edirəm ki, bu təlimdə təlimçi olaraq iştirak edirəm və uğurlarımız inşallah davamlı olacaq. Bu istiqamətdə də həmçinin Milli Olimpiya Komitəsinin rəhbər heyətinə təşəkkür bildirirəm ki, belə bir layihələr hazırlayırlar və biz də orada iştirak edirik. Gözəl proqramdır, çox gözəl təlimdir. Yəni, öyrənmədiyimiz yeniliklər var. Bu yenilikləri sağ olsun Aytən xanım, Nəriman xanım bizə öyrədir. Burada təlimdən əlavə bizdə dostluq, dəyərlər, mənəviyyat, qarşılıqlı hörmət bunları bilirdik, amma daha da təkmilləşdirdik. Olimpiya özü təkmilləşmək deməkdir. Bizim məktəbdə yetişdirdiyimiz şagirdlərimizin böyüyüb olimpiyaçı olmaqlarını arzulayıram, diləyirəm. Təlim zamanı interaktiv fəaliyyətlər, qrup müzakirələri və real dərs nümunələri vasitəsilə müəllimlərin bu sahədə praktiki bacarıqları da inkişaf etdirilib. Müasir təhsil yanaşmalarına əsaslanan bu təşəbbüs məktəblərdə sağlam həyat tərzinin təbliği və Olimpiya dəyərlərinin daha geniş yayılmasına xidmət edir. Çox şad oluram ki, bu dəyərlərimiz artıq məktəblərdə təbliğ olunur və müəllimlərimizdən xüsusi təkliflər, yeni ideyalar alırıq. Bunun özü də belə mənə gəlir ki, bir uğurdur və bunları eşitdikcə biz təlimçilərdə yeni motivasiyalar yaranır. İlk öncə də bu proqramın layihənin ərsəyə gəlməsində Elm və Təhsil Nazirliyinə və Milli Olimpiya Komitəsinə öz dərin təşəkkürümü bildirirəm. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilir.